Bu gün ölkəmizdə baş verən islahat və inkişaflar artıq səhiyyə sistemində də özünü doğrultmaqda, biruzə verməkdədir və habelə tibb bacıları işi üzrə də. Artıq bugünün tibb bacıları əlində şpris ancaq həkim təyinatını yerinə yetirə biləcək şəxslər deyil, artıq dünya miqyasına çıxacaq, öz bacarıqlarını, elmi və praktik bacarıqlarını sərbəst göstərməyə qadir bir tibb bacılarıdır. Məqsədimiz assosiasiya olaraq onların daha da təkmilləşdirilməsi, maariflənməsi, yenilikləri Azərbaycan tibb bacıları sahəsinə də tətbiq etməkdir. Düşünürəm ki, atdığımız addım bu gün ölkəmizdə vacib olan məsul işlərdən birinə çevriləcəkdir. 20 ildən çoxdur ki, bu sahədəyəm. Dövlət müəssisələrində, özəl tibb müəssisələrində çalışmışam və bu gün bura toplaşmamızın əsas məqsədi Azərbaycan Tibb Bacıları Assosiasiyasının yaranması və təqdimatı ilə bağlıdır. Düşünürəm ki, bu tanıtım, bu təqdimat bütün tibb bacılarının bu assosiasiyanın ətrafına yığılmasına və yığılaraq təcrübə mübadilələrinin aparılmasına gətirəcək və gələcəkdə inşallah birlikdə dövlət səhiyyə qurumları, aidiyyatı dövlət qurumları ilə birlikdə düşünürəm ki, Azərbaycan səhiyyəsinə çox böyük töhfə vermiş olacaq.